ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Jared Kushner bazar günü Misirdə Hamas liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb. Bu barədə Axios adı açıqlanmayan iki mənbəyə isnadən məlumat yayıb. Görüş ABŞ administrasiyası və Trampın sülh şurasının Hamas və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub. Mənbənin sözlərinə görə, əsas məqsəd Hamasın Qəzzanı demilitarizasiya etmə öhdəliyini konkret və yoxlanıla bilən addımlara çevirmək olub. Bu addımlara Qəzzada idarə etmənin Fələstinli texnokrat hökumətə verilməsi və Hamasın ərazinin gələcək idarəçiliyində heç bir rolunun olmaması daxildir. Sülh şurası həmçinin Hamasdan silah və hərbi infrastrukturu ləğv etməyə başlamasına, beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzzaya yerləşdirilməsinə şərait yaratmasını və ərazinin bərpasına maneələrin aradan qaldırılmasını istəyir. Mənbə bildirib ki, Hamas silahsızlaşdırılmağa başlasa, İsrail də Qəzzadan müvafiq şəkildə geri çəkilməli və humanitar yardımların çatdırılmasını sürətləndirməlidir. Mənbə onu da vurğulayıb ki, Hamas idarə etmə səlahiyyətindən bütün silahlardan və hərbi infrastrukturlardan imtina etməlidir. Məlumata görə Kushner bazar ertəsi İsrailə gedərək baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.